Salam dostlar, bugün çox çirkin bir vlog çəkirəm, nə mənada, yəni belə başa düşdünüz də, yəni stil çirkindir, amma artıq bunu problem eləməyəcəm. Sizə bugün ərəb dilinə təzədən başlamağımla bağlı video çəkmək istədim. Hələ ki bugün 3 hərfdən başladım. Bunları demək olar ki, hərfləri bilirəm, sadəcə bəzilərinin tələffüzləri yadımdan çıxıb. Yəni bəziləri pəltəkdir bəziləri biraz boğazdan çıxır falan, onlar biraz yadımdan çıxıb, amma adlarını bilirəm, yazılışlarını bilirəm. Misal üçün, indi hazır hər dəfə oxuduqca sizin üçün də göstərəcəm də. Bu əlifdir, bu bədir, bir nöqtə iləndir. Bu əvvəldə yazılışdı, bu ortada yazılışdı, bu sonda yazılışdı. Bu tədir, sərbəst yazılış, sonda yazılış, ortada yazılış və əvvəldə yazılış. Əgər daha ətraflı istəsəz, öyrəndikcə sizə də öyrədin şəklində videolar hazırlayarım, rəylərdə yazın.